20-ci əsrin əvvəllərində Azərbaycanda Sovet hakimiyyətinin qurulmasıyla bir çox milli mənəvi dəyərlərimiz yasaq edildiyi kimi, tarımıza da köhnəliyin qalığı, feodalizm əlaməti, millətçiliyin təbliğçisi damğaları vurub, onu əlimizdən almağa, tarixə gömməyə çalışdılar. Azərbaycan tarının ifasına, səslənməsinə, tədrisinə qadağa qoyan bolşeviklər muğamlarımızı da məhv etmək, mədəniyyətimizə, mənəviyyatımıza ağır zərbə vuraraq bizi yaddaşsız, mənəviyyatsız qoymaq istəyirdilər. Amma tar ustaları öz peşəsindən əl çəkmir, tarzənlərimiz isə tarı əvvəlkindən də çox səsləndirir, ulu tariximizin yadigarını susmağa qoymurdular. Tarı yaşatmaq üçün hər kəs bacardığı kimi mücadilə aparırdı. O illərdə ölməz Üzeyir bəy Hacıbəyov əqidə məsləkdaşları ilə birgə tarın müdafiəsinə qalxmışdı. Üzeyir bəy tarın da bu millət kimi yaşamaq haqqı olduğunu israr edir, onun tədris olunmasına çalışır, mədəniyyətimizin qəsbkarları və düşmənlərinə qarşı qəhrəmancasına mübarizə aparırdı. Nakan Müşfiqimizin məşhur Oxutar şeiri də həmin dönəmdə yarandı. Oxutar, oxutar, səni kim unudar deyən gənc Müşfiq də qələmi ilə dahi Üzeyir bəyə dəstək verirdi. Və tar oxudu, özü də daha gür səslə oxudu. Tarda ifa olunan əsərlərin nota köçürülməsi 20-ci əsrin ən mühüm hadisələrindən birinə çevrildi. 1931-ci ildə Üzeyir Hacıbəyovun ilk notlu xalq çalğı alətləri orkestri yaratmasısa tar üçün yeni imkanlar açdı. Tar ifaçılıq sənəti durmadan inkişaf edirdi. Ötən əsrin 70-80-ci illərində isə tarımızın səsi artıq bir sıra xarici dövlətlərin simfonik orkestrlərindən gəlməyə başladı. Сегодня посмотрите, какое сочетание. Большой театр, высокое профессиональное оперное искусство, симфонический оркестр и наш бессмертный инструмент тар. Я считаю, что великое счастье нашего народа, азербайджанского народа, что у нас наши предки создали такой инструмент, и он живет, и он лучшим образом, чем какой-либо другой инструмент, передает наше национальное чувство. И на этом инструменте прекрасно выступает наш Кулиев Рамис и его замечательный сын Аюб. Спасибо. Bizim nəsil böyük bir seyidlər nəslindəndir. Və o nəslin nümayəndələrindən də biri Əyyub Mirzəloğlu Quliyev.
mənim və mənim bacı qardaşlarımın atası. O bir zəhmətkeş, həddindən artıq təmiz, düzgün, etiqadlı, etibarlı və son dərəcə sakit, təmkinli bir adam olub. Və mən uşağıdım, gedən adamlar ona ağa deyirdilər. Getdiyim rayonlarda, Qarabağda, onun ətrafı rayonlarda, ümumiyyətlə ailəmizi, nəslimizi tanıyan bütün adamlar hamısı ilk öncə atamız Əyyub kişini, Əyyub ağanı soruşurlar. Anamız Balaxanım ananı soruşurlar. Dünyaya göz açılan anlarımdan məni bir səs düşündürürdü. Qonumda, qonşuda yaman çal-çağır vardı, musiqi səsləri. Ancaq bilmirdim o nə, hansı alətin səsi. Qarmondu mu, tardı mı, kamandı mı, qavaldı mı, neydi mi, nədir mi o, bu nədir, bu nə sirridir. Təxmini bir 4-5 yaşın söhbətini eləyirəm mən. Balaca otaqlardır, dəcəllik. Tullanıb düşdükcə o taxtanın üstündə evdə bir səs gəlirdi qulağıma. Bax o səs tarın səsini axtarırdı. O tar da divardan asılmışdı. Tarın niyə divardan asılmağı məni çox maraqlandırdı. Atamı görəndə soruşdum. Ağa, bu nədir belə? Dedi, bu əminindir. Dedim, axı onun adı nədir? O niyə oradadır? Heç nə demədi. Uşaq olmağıma baxmayaraq məni çox düşündürdü susmaq. Mən anamdan soruşdum. Dedi, Ramiz, bu sənin Həbib əminindir. Əmimin qolunda o qəlpəki yaralayıb, bədəndə, qolda, ona görə daha atıb onu çala bilmir. Mən də bilirdim ki, əmim hərbiçidir. Gözlədim, əmim gəldi. Əlimi saldım boynuna və apardım tarın yanına. Dedim, əmi bu kimindir? Qayıtdı, dedi, bu sənin. Düşürdü aşağı, atam gəldi, dedi ki, Həbib vermə, uşaq da onu salar sındırar. Atama dedi ki, Əyyub, yox. Bu tarı bugündən sonra Ramiz çalacaq. Tarı verdi mənə, sevincimin nə həddi var, nə hüdudu var. O vaxtdan bağrıma basılan o tar bugün də sinəmdədir. Mən balaca uşağıdım. Saat 6-da yuxudan oyanardım, 7-də musiqi məktəbində olardım. Ağdam rayonunda bir nömrəli uşaq musiqi məktəbində musiqi təhsilinə başlamışam. Gələrdim. Mən gələndən bir yarım saat sonra xadimə gələrdi. Yaşlı bir qadınıdır. Adı yadımda deyil. Gələrdi, məni görən kimi, ay Ramiz, yenə gəlmisən, bəs bu soyuqda niyə belə tez gəlmisən? Deyirdim ki, ay xala, istəyirəm ki, ürəklə çala biləm, ev, otaq balaca, çox külfət, böyük, səs salmaq olmaz. İndi burada ürəklə çalacam tarı. Hətta bu söz yadımdadır, o xadimə xala deyərdi ki, Ramiz, sən bu musiqi məktəbinin direktorusan, mən də sənin müavininəm. Deyirdim, ay xadimə xala, bu nə deməkdir? Deyirdi ki, bala, direktorlar birinci tez gəlməlidir, sonra da onun müavinləri gəlir. Biz bax belə, bu məhəbbətlə, ümumiyyətlə, orada olan müəllimlərlə həmişə tumarla, sığalla,
belə müəllim tələbə hörməti ilə mən ətrafda əhatə olundum. Və o vaxt müəllimlərim hətta mənə deyirdilər ki, sən gəlmə dərsə. Deyirdim, niyə? Deyirsən, materialı qutarmısan. Mən 3-cü sinifdə olanda musiqi məktəbində öz tələbə yoldaşlarıma müəllimin əvəz eləyirdim. Müəllim də elə olurdu, başqa tədbirə gedirdi. Bax, belə tez məni Bakı özünə çəkdi. Və gələndə o olimpiyadada, musiqi məktəbləri arasında olan olimpiyadada gəldim, 1-ci yer tutdum. Ramiz Quliyev, mən həmişə demişəm, bir nömrəli tarçalarımızdır Respublikada. Mən bütün tarçalanları görmüşəm. 6 yaşından indi adları tarixə düşən tarçalanların hamısını görmüşəm. Amma Ramiz Quliyev səviyyəsində tarçalan görməmişəm. Musiqi məktəbini bitirdim. Üzeyir Hacıbəyev adına Ağdam Orta İxtisas Musiqi məktəbinə daxil oldum. 1960-cı ildə. Onda mənim 13 yaşım vardı. Pasport yox idi məndə. Məni o vaxt musiqi məktəbinin texnikumun direktoru, akompaniyator, xanəndəlik sinifinə müşayiətçi kimi işə götürdü. Hətta atam biraz buna etiraz elədi. Dedi ki, Əlpaşa müəllim, hələ tezdir, Ramiz uşaqdır, əl çəkmədi Əlpaşa müəllim və orada belə oldu ki, mən böyük xanəndəmiz, unudulmaz Seyid Şuşunskinin qardaşı Musa Şuşunski vardı. O xanəndəlikdən dərs verdi. Onun sinifində akompaniyator tarzən kimi işə götürdüm və elə oldu ki, əmək kitabçası yazılan bir vaxtı gərək pasport olsun. Bu da bir çətin məsələdir. Direktor zəng elədi, o vaxt rayon partiya komitəsindən icazə almağa. Belə oldu ki, getdi yora və orada mən də xəlvət tarıda götürmüşdüm. Ağlıma gəlirdi ki, birdən boyumu görüb, yaşımı görüb, az görərlər, bilərlər. İşdən çıxaram, istəmirdim işə çıxam. Dedilər ki, bəs bu tar çalır, yaxşı bu yaşı azdır, nəyə görə bunu işə götürürsünüz? Dedi, zirəkdir, belə tar çalmağı var, belədir filandır, bəs bir götürsün görüm. Dedi, tarı götürməyib direktor. Dedim, yox, götürmüşəm. Qapının adına tarı gətirdim. Bir çağırgah muğamı çalandan sonra bir müstəsna hal kimi dedim, mən icazə verirəm. Qoy buna əmək kitabçası. Əmək kitabçam 1962-ci ildən yazıldı. Əmək kitabçası 15 yaşından yazılan Ramiz Quliyev Ağdam şəhər Orta İxtisas Musiqi Məktəbində təhsilini başa vurdu. 1964-cü ildə Bakıya, Üzeyir Hacıbəyev adına Azərbaycan Dövlət Konservatoriyasına üz tutur. Qəbul imtahanlarından yüksək qiymət alaraq konservatoriyaya daxil olur. Burada Səid Rüstəmov, Süleyman Ələsgərov, Adil Gəray kimi ustad sənətkarlardan sənətin sirlərini öyrənir. Yuxusuz gecələr, axtarışlar, yorulmadan çalışmaq öz bəhrəsini verir. Konservatoriyanı müvəffəqiyyətlə bitirən Ramiz Quliyev, Üzeyir Hacıbəyev adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrində əmək fəaliyyətinə başlayır.
Bu orkestr mənim üçün əzizdir. Çünki mən ilk addımlarımı, sənətdə kövrək, sənət, səhnə fəaliyyətimi bu orkestrlə atmışam. Çünki burada böyük dahi şəxsiyyətlərin ruhu var, adı var. Üzeyir Hacıbəyovun, Səid Rüstəmovun. Tarix boyu yetişən min bir çeşitli qılınc, qələm, söz və saz ustaları kimi Ustad Ramiz, sənin adını da tarixdə gördüm. Səni yetirən xalq xoşbəxtdir. Tarının sədaları həmişə qulağımda səslənir. Azərbaycanın mizrabının gücü ilə dünyaya tanıdan olub, səni bağrıma basıb öpürəm. Mən indiyə qədər tarın tarixini dəqiq mənbələrlə ortaya qoyan sənətləri görməmişəm. Amma onu bilirəm ki, 10-cu, 11-ci, 12-ci əsrlərdə o vaxt yaşayan, yaradan şairlərin şeirlərində tar vəsf olunub. Amma mənə elə gəlir ki, tar hansısa bir formada ta qədimlərə gedir, çıxır eramızdan da əvvəl. Bugünkü tarın isə səsi, sədası daha ucalardan gəlir. Sadıqcan Azərbaycan tarında müəyyən yeniliklər elədi quruluşunda. O yeniliklər tar ifaçılığına xələl gətirmədi. Yəni, sərbəst şəkildə ifa olunmaq üçün dizin üzərindən sinəyə və tarın quruluşunda simlərin sayının artırılması, 5-dən 11-ə çatdırılması, o şah pərdələrin tənzimlənməsi, soldo pərdələrinin. Ümumiyyətlə, tarın pərdələrində o temperasiyalı olsun deyə, bu günləri dünya səviyyəsinə çıxsın deyə düzgün, gözəl, ağırlı ilişkilər görülüb. Mən deyərdim ki, onun ən böyüyünü, ən müqəddəsini o vaxt dahi Üzeyir Hacıbəyev əsasını qoyub. Sistemli şəkildə notlaşdırılıb, temperasiyalı bir alətə çevrilib. Respublikanın xalq artisti Ramiz Quliyev Azərbaycanın ifaçılıq sənətini bütün dünyada şöhrətləndirir. O hələ Sovet dönəmində muğam üslüklərinin tərkibində bir sıra dövlətlərdə konsert proqramları ilə çıxış edib. Özbəkistan, Rusiya, Yaponiya, bir çox Avropa ölkələrində özünün fitri istedadı, bənzərsiz, virtüoz ifası ilə diqqət çəkib. O həmi bizim muğamları çox gözəl bilir. Həmi profesional bəstəkarlarımıza onlarla birlikdə işləyərək bizim bu sahəni də zirvələrə qaldırır. Mən bilən Azərbaycanda tarla orkestr üçün yazılmış bütün konsertlərin hamısını Ramiz Quliyev çalıb.
özdə bir var çalmaq, bir də var çox yüksək səviyyədə çalmaq. İfası mümkün olmayan, çox çətin olan əsərlər bugün tarda ifa olunur. Yəni, Glinkanın Ruslan və Lyudmila operasının uvertürası, Lis Rapsodiya, Charles Gounod'un Faust operasından Vals Fantaziyası, Sarasate Qaraçı təranələri, yüzlərlə belə əsər. Bax, bunlar yeni müasir ifaçılıq sənətinin yaranmasının təməl daşını qoydu. Və bu işlərin görülməsi mənim bir tarzən kimi, bir ifaçı kimi ilk və ən vacib olan iş fəaliyyətim oldu. Azərbaycan musiqisinin sehri və dərinliyi, Ramiz Quliyevin məharəti, Henry, Glassi, Etel, Raim, Spitzer, Karl Signetov-Rizner kimi məşhur etnomusiqi şünasların diqqətini dönə-dönə özlərinə cəlb edib. Berlin Filarmoniyası dünyanın ən məşhur filarmoniyadan biridir və orada çıxış eləmək böyük bir şərəfdir. Ramiz orada kamera orkestri ilə bərabər Həsən Rızayevin əsəri çaldı və mən gördüm ki, bütün zal ayağa qalxdı və mən orada öz-özümə dedim ki, mən doğrudan xoşbaxt adamım ki, mən burada bunu görürəm. İllər öncə gənc Ramiz ölməz Rəşid Behbudovla birgə Hindistana səfər edir. Sonraki illərdə isə Yaponiya, Rusiya, Norveç, İran, Belarus və s. kimi dünya dövlətlərinin orkestrlərində tarımızın qüdrətini nümayiş etdirir. Rusiyanın xalq artisti Nekrasovun rəhbərlik etdiyi tanınmış akademik Rus Xalq Çalğı Alətləri Orkestri və Rusiya Federasiyasının xalq artisti Mixaylovun idarəsi ilə Estrada Simfonik Orkestri ilə birgə çıxışları Ustad Tarzənin yaradıcılığının parlaq səhifələrindən. Bu çıxışlar Azərbaycan Tarzəninin istedadını, ifaçılıq məharətini yeni səpkidə açıb göstərdi. Ramiz Quliyev həm solist, həm də müşayiətçi kimi dünyanın 30-dan artıq dövlətində yaradıcılıq səfərlərində oldu. Azərbaycan xalq musiqisini, muğamlarımızı, Azərbaycan bəstəkarlarının simfonik əsərlərini əcnəbi tamaşaçılara sevdirməklə yanaşı, bir sıra xarici dövlətlərin xalq çalğı alətləri və simfonik orkestrlərində təkrarsız ifa nümayiş etdirir. Bununla da Azərbaycan tarının geniş imkanlara malik olduğunu bütün dünyaya sübut edib. Ramiz Quliyev bugün də Azərbaycan tarını xarici dövlətlərdə layiqincə təbliğ edir. Əcnəbi dinləyicilər
tarın təkrar olunmaz səsini, tembr gözəlliyini, zəngin texniki imkanlarını məhz onun ifasında eşidir. Ustad sənətkar bu gün də öz tarı ilə simfonik orkestri arxasınca aparır. Tam məsuliyyəti ilə demək olar ki, Ramiz Quliyev çağdaş tar ifaçılığının zirvəsidir. Mən həyatımda çox tar dinləmişəm, amma belə tar dinləmədim. Ramiz bəy tardakı o ifanı elə bir hala gətirib ki, bu çox çətin işdir. Böyük ustad, virtuoz sənətkardır. Bunun üçün mən Azərbaycan xalqını ürəkdən təbrik edirəm. 45 ilə yaxın müəllimlik mənim ömrümün, günümün ən gözəl anlarından biridir. Çünki həyatda əldə elədiyim nailiyyətləri, ifaçılıqda olan təcrübəni öyrənirəmsə, onu hansısa bir övlada, tələbiyə, şagirdə miras qoyuramsa, mənim varım dövlətimdir. Sözsüz ki, bu varın dövlətin ən böyük əsərin, qənimətin övladım Əyyub Quliyevdir. Ramiz Quliyevlə oğlu Əyyubun ifası əsl musiqi möcüzəsidir. Mən gözümü açanda birinci Ramiz müəllimin ifasını eşitmişəm. Yəni tarın səsi həmişə qulağımdadır. Harda olmamdan asılı, uşaqlıqdan bu günə qədər. Və ümumiyyətlə bizim evdə, ailədə olan o mühit, yəni ki, o musiqiçilərlə Ramiz müəllimin görüşləri, məşqləri, məsəl üçün Dahi Niyazi bizim evə gəlib, onlar necə məşq eləyib, onlar mən xatırlayıram. Daha Rəşid Behbidovla uzun illər təmasda olublar. Bax, onlar hamısı yadımda. Sonra böyük musiqiçilər olub, xaricdən olan, ona qonaq gələn dirijorlar, pianoçular, müxtəlif qərb musiqisinin ifaçıları. Yəni bunlar hamısı insanın elə bil tərbiyəsində, onun formalaşmağında böyük rol oynayır. Əyyub tarla necə başlayıbsa, ürəyi, qəlbi musiqimizlə, milli sənətlə döyünür və yaşayıb yaratmaq üçün onda bir məsuliyyət var, onda istedad var, onda böyük maraq, həvəs var və o maraq, həvəs onu özünün düşüncəsi ilə, özünün öz marağı ilə gətirdi, bu sənətə çıxartdı və o Əyyubun həyatının, deyərdim ki, yaşamağının amalı bax,
atasının sənətini layiqincə davam elətdirməyidir. Çox tələbkar insandır. Bax, bu xüsusiyyətlər azca da olsa mənə gəlir, məndə də var. Yəni ki, sənətə qarşı olan belə məhəbbət, sənətə olan ehtiras, özünə qarşı tələbkarlıq. Ramiz həm özünə qarşı tələbkardır, həm onunla birgə çalışan insanlara qarşı çox tələbkardır. Bunlar hamısı vacib xüsusiyyətlər, yəni komponentlərdir. Bunlar olmasa, bir-birlərini tamamlanmasa yaxşı musiqiçi olmaq çox çətindir. Yəni, əldə olunmuş uğur böyük bir nailiyyətdir. Amma bunun sabahısı da var. Yəni, gələcəyə fikirləşmək lazımdır ki, yaxşı, biz bunu eləmişik, sonra nə eləmək olar? Yaxşı, bu yaxşıdır, bundan da yaxşı eləmək olarmı? Bunlar hamısı Ramiz müəllimdən mənə elə bir keçib və mən də çalışıram ki, bu xüsusiyyətləri həmişə daxilən qoruyub saxlaya biləm. Bu çox vacibdir. Mən bir müəllim kimi, valideyn kimi Əyyubun bu göstəricilərinə fəxr edirəm. Tək Əyyub yox, Əyyub kimi fitri istedada malik olan mən tələbələrimlə fəxr edirəm. Azərbaycan bilirsiniz ki, çox istedadlı məmləkətdir. Gözəl istedadlı gəncləri var. Və bu gənclər bu günləri dünyanın hər yanında tələbələrim olmuş. O, məktəbi keçmiş ifaçılar kimi fəaliyyət göstərirlər. Bu günləri Türkiyədə, İranda, Almaniyada, Yaponiyada, Rusiyada, Rusiyanın şəhərlərində, Azərbaycanın bütün rayonlarında, Musiqi Akademiyasında, Milli Konservatoriyada, orta ixtisas məktəblərində, kollecdə, gimnaziyada, musiqi təhsilində olan bütün şagirdlərin fəaliyyətlərində mənim bir müəllim kimi zəhmətim, əməyim varsa, bu mənim həyatda ən böyük varım, dövlətimdir.